Bugün biz sizinle Python'dan ilk mövzudan, yəni ki, budaqlanmadan bir neçə testin izahına baxacaq. Gəlin ilk testdən başlayaq. Deməli, birinci testdə bizdə nə deyir? Bizdə ədəd daxil edilir, n ədədi və AB ədədləri daxil edilir. AB bizdə ədəd oxunu təşkil edir və həmin daxil etdiyimiz n ədədinin AB parçasında olduğunu və yaxud da ondan sağda ya solda olduğunu tapan proqram yazmaq lazımdır. Bunun üçün nə edirik? İlk öncə biz n, a və b ədədlərini daxil edirik. Yazaq. N bərabərdir int input. Bu bilirik ki, yəni yəqin ki, izahına ehtiyacı yoxdur. Input bizdə daxil etmək üçündür. Sadəcə bizdə orada string tipi, str tipində olduğuna görə, yəni ki, sətir tipində olduğuna görə biz həmin int funksiyasını, input funksiyasını, int funksiyasına arqument kimi verdik və aldığı qiyməti int funksiyasına ötürür. O da onu tam ədədə çevirir. Eyni A-B-ni də daxil edirik. A bərabərdir int input. B də bərabərdir int input. İndi baxaq. Bizdə gəlin ilk öncə daxilindədir. Belə deyək, daxilində olanı tapaq, yoxlayaq görək daxilindədirmi? Necə edirik bunu? If operatoru bilirdik ki, bizə nədir? Şərtdir də, əgər. İngiliscə tərcüməsi ilə əgər kimi tərcümə olunur. If n böyükdür, bərabərdir a-ya, and n kiçikdir, bərabərdir b-yə. Bu zaman nə olacaq? Print daxilindədir. Yazırıq. Print qısa yazıram. Mütləq dırnaqda olmalıdır. Daxil yazdım qısa olaraq. Sonra bizdə nə olacaq? Bir neçə şərt olanda nə olur ifdən əlavə? Elif. Elifdən yazırıq. Elif n kiçikdir a-dan. Yəni bizdə a ədədi b-dən kiçik olduğuna görə a solda durandır da. Bizdə də n ədədi a-dan kiçikdirsə, həmin bu verilmiş belə deyək, parçanın solunda olacaq. Düzdürmü? N a-dan kiçikdirsə, print solunda. Sol yazıram qısa olaraq. Else-də bilirik ki, biz şərt olmur da, düzdür? Print sağında. Aydındır? Elə çətin bir tapşırıq deyil məncə. Baxaq, digər tapşırığa baxaq. Bizdə ədəd verilir. 2-dən böyük n natural ədədir. N-i daxil edək. N bərabərdir int input. İndi nə deyir bizdə? Deyir ki, bu ədəddən əvvəlki cüt ədədi çap edən. Burada bizdə iki hal mövcuddur. N tək ədəd ola bilər, n cüt ədəd ola bilər. Əgər n tək ədəddirsə, n-dən 1 çıxıb çap eləyəcək. Cüt ədəddirsə, 2 çıxıb çap eləyəcək. Düzdürmü? Ona görə biz n-i yoxlayırıq. N-in tək cüt olduğunu necə yoxlayacaq? Mod 2 ilə götürürük də. Yazırıq. If n mod 2 bərabərdirsə 0-a, print nə? N çıxaq 2. Else print n çıxaq 1. Sadədir bu, çətinlik törətmir bu. Yaxşı. Gəlin baxaq, 103-ə baxaq. 4 rəqəmli ədəd daxil edilir və ilk 2 rəqəmini və son 2 rəqəmini bizdə bərabər olub olmadığını yoxlayır. Deməli, yəni ki, tutaq ki, biz yazsaq ki, misal üçün 3584 bu bərabər deyil. Amma yazsaq tutaq ki, 5151 bu bərabər. Çünki 35 bizdə 84-ə bərabər deyil, amma 51 51-ə bərabərdir. Düzdürmü? İndi məsələ olur ki, biz verilmiş tam ədəddən ilk 2 rəqəm və son 2 rəqəmi
nətəri bir-birindən ayıraq, yəni ki, nətəri göstərək. Bunun üçün də biz div və moddan istifadə edəcəyik. Deməli, yazırıq, olsun bizdə deməli, A ədədi, A verib, yoxsa nə veribdir, fərqi yoxdur. A bərabərdir int input. İndi necə edirik? Biz B və C dəyişənləri daxil edirik. Yəni, daha sadə variantda bir dənə printin içində də yazmaq olardı. Amma print deyəndə daha sonra bir dənə belə deyək, şərtdə yazıb yoxlamaq olardı. Aydın olsun deyə mən əvvəlcədən ayıracağım. Deməli, B bərabər olacaq, son 2 rəqəmini götürək. Bizdə A ədədinin 4 rəqəmli A ədədinin son 2 rəqəmini necə götürərik? Mod 100-dən. Düzdür. A mod 100. C ədədi də bərabər olacaq onda A div 100. İndi yoxlayırıq. Yazırıq. If B bərabərdirsə C-yə print bərabər. Else print bərabər deyilsə yazdım. Deyil. Aydındır? Çətin deyil bu da. Sonra bu da bizdə oxşardır. Sadəcə biz 104-də nə edəcək? 104-də məsəl üçün ədəd veribdir. Bunun qısa izahını verirəm. Proqram olaraq yazmayacağım. Asandır. Ədəd verir. Tutaq ki, 3 rəqəmli ədəddir də. A, B, C ədədidir. Düzdürmü? Biz bunun A-sını, B-sini, C-sini ayırmalıyıq. Bu zaman bunu yazaq ki, N bərabərdir A, B, C. Nə arayacaq? A-nı, C-ni tapmaq üçün. Bu bizdə olacaq. Hə, düzdür. Yazacaq məsələn, X bərabərdir N, 100 yox 10. N mod 10. Bu bizdə C-ni verəcəkmi? B-ni tapmaq üçün nə arayacaq? Y bərabərdir N div 10. Bu C-ni sildi artıq. Mod 10. Daha aydın olsun deyə gəlin bunu mötərizəyələk. Mötərizəsi də yazsaq olurdu. Div 10, mod 10. Bu bizdə hansını götürdü? B-ni götürdü. Düzdür mü? Z-də də baxaq. Z də bərabərdir. Neçə? Div 100. Aha. Mötərizə niyə açsın bilmirəm. N div 100. Bu da bizdə A-nı verir. Düzdür mü? Şimdi sadəcə biz məsələnin şərtinə görə tam ədədin mod olan rəqəmlərinin kubları cəmi ilə kvadratları cəminin fərqini. Kubu kvadrat da yazmağı bilirik. Məsələn, C-nin kubu nə tər yazılacaq? C qoşa vuraq 3. C-ni, B-ni, A-nı qoşa vuraq 3-lə, yəni ki, kublarını toplayacaq. Sonra da mötərizənin içində çıxaq mötərizəsində və hamısını çıxa-çıxa da gedə bilərsiniz. Mötərizə açırıq, mötərizədə kvadratlarını toplayıb alınan cəmləri bir-birindən çıxırıq. Çətin deyil bu. Sonra bizdə 105-də üçbucağı soruşur, tərəflərin uzunluqları verilmiş. Burada da sadədir. Yazırıq A bərabərdir int input. Yenə də B bərabərdir int input. C bərabərdir int input. Okay. Nə arıq? Birinci biz bunun bərabər tərəfli olduğunu yoxlayırıq. Bərabər tərəfli sonunda nədir? Biz burada əhddən oradan istifadə edə bilərik. Necə? Hə, yazıram if A bərabərdir B-yə. O da bərabərdir deyə də yaza bilərik. Aydın olsun deyə belə yazıram. And B bərabərdir C-yə. Yəni burada hər iki şərt ödənməlidir. Yəni üçü də bir-birinə bərabər olmalıdır. Print. Hə? Hə. Bərabər yazdım. Qısa olaraq. Elif. Elif. Necə yazacaq? Olsun. Və yaxud da oradan bərabər də götürə bilərik də.
o zaman belə deyilsə, hər hansı bir-birinə bərabərdirsə, bərabər yanına olacaq. Gəlin müxtəlif tərəfli götürək, sən dediyin kimi. A fərqlidir B-dən and B fərqlidir C-dən and sığışmır deyən aşağıdan yazıram. Əslində yazılmamalıdır ya da belə bir şey qoyaq. Bizdə var idi, yadınıza gəlir. Qanuni olaraq aşağıdan yazaq da. Düzdür, keçmişdik bunu. And nə qalır bizdə? A fərqlidir C-dən. Onda nə olacaq? Müxtəlif tərəfli. Ay sağ. Qısa olaraq müxtəlif yazdım. Else print bərabər yanlı. Aydındır? Okay. 107-yə baxaq. 107-də də bayaqki kimi götürə bilərik. Yuxarıda izah etdiyim şərt kimi. Məsələn, A ədədi verilibdir. 4 rəqəmli A ədədidir. A bərabərdir. Misal üçün bir rəqəm qoyaq. 5134. Bizə lazımdır ki, bunun ortasındakı 2 ədəd. 2 rəqəmin əmələ gətirdiyi ədəd daha doğrusu. Bunu tapırıq. Sonra da onun təhdid olduğunu yoxlayaraq rəqəmlərinin cəmini və yaxud da uyğun olaraq hasilini hesablayırıq. Bunun ortasındakı 2 rəqəm tapmaq üçün nə veririk? Yazırıq. A bərabərdir. A 1, 10. Bu bizdə axırıncı ədədi sildi. Düzdür, ədədin axırıncı rəqəmini sildi. Sonra onu da mod 100. Artıq A-nın qiyməti ortasındakı 2 rəqəmin əmələ gətirdiyi ədəd oldu. Sonra da bunun tək cüt olduğunu yoxlayırıq. Uyğun olaraq da modun divondan ədədin rəqəmlərinin təkdirsə əgər hasili cütdürsə cəmini tapırıq. Çətin deyil. 108 ümumiyyətlə asandır. Bir qədər uzun proqram çıxır. Biz məsələn bir dənə n ədədi daxil edirik. Burada deyək ki, ədəd doğum tarixinizi, ayını daha doğrusu, ayın sıra nömrəsini qeyd edin. Hansı fəsildə olduğunu qaytarsın proqram. Bizdə sadəcə n ədədi daxil edirik. N, birini yazacağım, qalanı asandır. N bərabərdir int input. Sonra da biz yoxlayırıq. If n bərabərdir 12-yə. Əslində bizdə burada dekabr qış ayı veribdir, mart yaz ayı veribdir. Olsun elə götürək. Baxmayaraq ki, dekabrda cəmi 10 gün qışdandır, amma martda 21 gün qışdandır. Biz belə götürək. If n bərabərdir 12-yə, or n bərabərdir 1-ə, or və yaxud da n bərabərdir 1, yox, qısa olaraq ümumiyyətlə n kiçikdir bərabərdir 2 götürək. Gəl, n kiçikdir bərabərdir 2 götürək. N deməli, kiçikdir bərabərdir 2-yə. Qısa yazaq da. Bir də n bərabərdir 1, or n bərabərdir 2 götürməyək də, düzdürmü? Burada yazıq print qış. Eyni qaydada elifdən gedirik. Elif n kiçikdir bərabərdir 5 götürürük. Bu bizdə olacaq yaz. 3-cü, 4-cü, 5-ci aylar daxildir də. Və s. davam edirik. Baxaq, sonra bizdə nə deyir? 109 da asandır. 109-da deyir ki, 100-dən kiçik ədəd, natural ədəd daxil edilibdir. Yenə də yazırıq, n bərabərdir int input. Və bunun bir rəqəmli, ya 2 rəqəmli olduğunu biz yazacaq burada if n kiçikdir 10-dan. Bu zaman nə olur? Bir rəqəmli. Print bir rəqəmli. Else print 2 rəqəmli. Aydındır? Çətin bir şey deyil. Sonra 110-da da bizə yenə də deyir ki, ədəd daxil edilir və ədəddən dərhal əvvəl və dərhal gələn ədədlər və onların tək ya cüt olduğunu tapın. İndi biz nə varırıq? Sadəcə n-i daxil etdik. Yazırıq. If n mod 2 bərabərdirsə 0-a, yəni ki, n cütdürsə,
N cütdüsə N-dən əvvəl və sonra gələnlər nədir? Təkdir. Print N çıxaq 1, N üstə gələk 1 və tək. Aydındır mı? Else yenə N çıxaq 1, N üstə gələk 1 və cüt. Yazırıq else print N çıxaq 1, N üstə gələk 1, cüt. Yəni burada adamı çaşdıran nədir? Bizdə ədəd cütdürsə tək çıxardacaq ekrana. Çünki ondan sonra gələn, ondan əvvəl gələnlər təkdir. Əgər ədəd təkdirsə cüt çıxardacaq ekrana. Aydındır? Bu adamı biraz çaşdıra bilər, amma belə də bir çaşdırıcı bir problem deyil. Yaxşı. Gəlin baxaq 111 və 112 tipli misalları necə həll edirik. Bu tipli misallarda əsas olan odur ki, şərti qoymaq asandır. Əsas verilmiş ifadələri düzgün yaza bilməkdir. Yazırıq. Deməli, biz x-i daxil edirik. Burada baxırıq ki, bir dənə bizdə x var. X bərabərdir int input. İndi baxaq, şərti yoxlayırıq. Bir-bir yoxlayaq. Yazırıq. If x kiçikdir bərabərdir 5-dən. X kiçikdir bərabərdir 5-dən. Bu zaman nə qarırıq? Y nəyə bərabərdir? Y bərabərdir. ABS mötərizə açılır. X plus 2 üstə gələk. Bizə çox adamın elədiyi səhv nədir? Bunu 3x kimi yazırlar. Yox. 3 vuraq x. Aydındır. Riyaziyyatdan yazmağa geçmişik. Riyaziyyat həmişə 3x vurmanı adətən belə deyək, bitişik olaraq götürür. Buradan amma elə yazmayacaq. Vuraqdan yazırıq. Elif deməli x kiçikdir, bərabərdir 7-dən. Fikir verin, burada 5x 5-dən böyük 7-dən kiçik bərabərdir. Biz 5-dən böyük yazmırıq. Çünki birinci şərti ödəmirsə, zaten bizdə 5-dən böyük olur. Düzdürmü? O zaman nə qayırıq? İndi kök altını yazacaq. Y bərabərdir. Kök altını necə yazırıq? Mötərizə açdıq. Yazırıq. 3 vuraq x üstü 4. X-in üstü qoşa vuraqdan 4. Üstə gələk 10. Düzdürmü? Bunun da üstü 0,5 oldu bizdə kök altında. Else'də də yazırıq. Else'də də yazırıq ki, deməli, y bərabərdir. X-in kubu çıxaq 2. Və nəhayət print y-i verdik. Aydındır? Çətin deyil. Digəri də bizdə eynidir. Sadəcə bizdə ifadələr fərqlənir. Məsəl üçün, kəsrimiz var. Tutaq ki, şərti yazıram. Bir də o digər kimi şey eləmirəm. Burada A və B ədədləri daxil edirik girişdə. Birinci şərti yazaq. Yəni ki, bu şərt bizdə olacaq necə? Deməli, 3 vuraq B. Yuxarıda 3B olaraq, bayaq dediyim kimi 3 vuraq B. Bölürük nəyə? Ötürəzəni birbaşa yazdım. Şeydə silək. Bölürük nəyə? ABS A çıxaq B. Və üstə gələk ay sal 3 vurulsun A plus B. Obsi testi üstə çıxdıq, biraz qarşılayalım. Yəni dediyim kimi, bu tip suallarda çətinlik yaradan bir şey yoxdur. Sadəcə ifadəni düzgün açmaq lazımdır. Yəni bizdə riyazi üsuldan verilmiş ifadələri düzgün olaraq Python-a çevirmək bacarığı lazımdır. Aydındır bunlar? Yaxşı. 113-cü sual bizdə yuxarıda izah elədiyim üçbucaq bərabər yanlı, bərabər tərəfli, müxtəlif tərəfli üçbucağa aid testin birbaşa eynisidir. Yenə də bizdə hamısı bir-birinə bərabərdirsə 3
bizdə bayaqlar hamısı bir-birinə bərabərdirsə, bərabər tərəfli çıxışa gedir. İndi burada sadəcə 3 çıxışa gedir. Sonra ikisi bir-birinə bərabərdirsə 2, heç biri bir-birinə bərabər deyilsə 0 çapa gedir. Yəni eynidir. Bayaqki yuxarıdakı üçbucaqlardan eynidir. Yaxşı. 114-cü sual bir qədər maraqlıdır. 114-cü sualda nədir bizdə? Bizdə sırayla 6 verilən daxil edilir. Saniyə 1, dəqiqə 1, saat 1, dəqiqə 1, saniyə 1, saat 2, dəqiqə 2, saniyə 2. Və deyir ki, bu iki vaxt arasında keçmiş müddəti, keçən müddəti saniyə ilə tapmaq lazımdır. Bunu necə edirik? Kimin ideyası var? Hamısını saniyə çevirib toplayırıq və çıxırıq. Deməli, nə yazırıq? Yazaq, saat 1, S1 yazıram sadəcə. S1 bərabərdir int input. Sonra dəqiqə 1, D1 bərabərdir. Yenə eyni hamısı int inputları bir də yazmayacağım. Hamısı int inputdur. Sonra da saniyə 1 bərabərdir int input. Sonra da saat, ikinci saat S2 bərabərdir int input. Dəqiqə 2 bərabərdir int input. Bir də saniyə 2 bərabərdir int input. Bizdə hamısı bunlar var. Dediyim kimi qısa olsun deyə bir də int inputları yazmadıq. Nə edirik, necə edirik? Sadəcə printdən uzun biraz printimiz olacaq. Biraz qabaqdan yazırım onun üçün. Əslində yol verilməz, altdan yazım da. Print deməli S1 nəyə vuracaq S1-i? 3600'ə vuracaq. Çünki saatlandır da. S1 yox, əslində S2. Çünki bizdə S2 daha sonra gəlir. S2 vuraq 3600. Üstə gələk nə? Üstə gələk D2. Vuraq 60. Çünki bir dəqiqəmiz bizdə 60 saniyədir. Düzdürmü? Vuraq 60. Buradan şey qoydum. Üstə gələk nə? Saniyə 2. Çıxaq. Eyni qaydada olacaq. S1 vuraq 3600. Üstə gələk. D1 vuraq 60. Üstə gələk. Saniyə 1. Nəticədə bizdə saniyə ilə cavab çıxmış olur. 115'ə baxırıq. Qiymətcə orta olan deyəndə biz bir qədər iflərimiz uzun çıxacaq. Deməli nə varıq? A bərabərdir int input. B bərabərdir int input. C bərabərdir int input. Okey. Mən qısa yazıram. Bayaqları təkrar etdiyim kimi siz qısa yazmırsınız. Siz tam yazırsınız. İndi yoxlayırıq. If A böyükdür B-dən and A kiçikdir C-dən. Or A böyükdür C-dən and A kiçikdir B-dən. Bunu buradan yazacaq. And A kiçikdir B-dən. Necə? Sağdan yazmışım da düzgün deyil. Print nə? Print nə? Print A. Elif. Eynisini B ilə yoxlayırıq. B böyükdür A-dan and B kiçikdir C-dən or B kiçikdir A-dan and B deməli böyükdür C-dən. Print B. Else nə? Print C. Aydındır bu?
Çətin bir şey deyil. Gəlin baxaq bizim 116-dan olanlarımız. Klaviaturada daxil edilmiş en sətri mövqecə ən orta simvolunu çap edər. Əgər orta simvol yoxdursa, nədir? 0. Bunu necə eləyəcək? Burada bizim köməyimizə len əmri çatır. İndi yazırıq. A bərabərdir input. Bizdə sətr deyir. Sətr deyirsə biz artıq int input, bayaqdan yazdığımız kimi int inputdan yazmırıq. Sadəcə inputdan yazırıq. Input bizdə string tipində verilənləri qəbul edir də. Okey. İndi yazaq. If len A, len A nə işi baxırdı? Simvollar. Sətrin simvollarını sayır. Siyahı ilə işlənəndə də siyahının elementlərini sayır. Aydındır. Len A mod 2. Gəlin birinci baxaq ki, ortada simvolu varmı və yaxud da yoxmu? Mod 2 bərabərdirsə 0-a, yəni ki, bizdə cüt saylı simvolu varsa, cüt saylıdırsa, simvolların sayı cütdürsə, deməli ortada simvol yoxdur da, orta boşdur, düzdür. Nə qarırıq? Print 0. Print 0. Else print nə? A'nın n div 2 len A div 2 olar. Len A div 2. A'nın ikinci mötərizə, yəni element sayına görə götürürük. Element indeksinə görə götürürük. Len A div 2. Div 2 plus 1. 5 nələrdir? Saymağa sıfırdan başlayırıq. Məsəl üçün, gəl birinə baxaq da, yazırıq ki, A bərabərdir, dırnaqda, nə yazaq? İmtahan olsun. İmtahan. Düzdürmü? İndi baxaq, burada len A neçədir? Len A bizdə 7'dir, düzdür? 7 div 2 neçə verəcək? 7 div 2 bərabərdir 3'ə, düzdür? Yəni bunun üçüncü elementini tapaq. 0, 1, 2, 3. Ortadakıdır mı? İndeksləməyə sıfırdan başlayırıq. Aydın oldu? Belə mi yazırsınız? Plus 1'dən, plus 1'dən yox, sıfırdan başlayır. Sən sadəcə sıra nömrəsi götürürsən, sıra nömrə yox, burada indeksdir. Aydındır? Necə? Əsas da bizdə lendir da, len yazmış. Bunu yaxşı. Sonra bizdə gəlir 117. 100 ballıq sistemdə qiymətlərin 5 ballıq sistemindən ifadəsi. Biz bunun alqoritmini qurmuşduq. Yoxsa ilk başlayanda tapşırıq kimi vermişdik. Mən sadəcə biraz fərqli vermişdim. Bu nədir? Summativ məsəl üçün. Summativ məktubda yazırsınız, onun qiymətləndirməsi. Yazırıq heç nə. A bərabərdir int input. Int input yox, floatdan da yazaq. Int inputdan yox, floatdan da yazaq. Çünki bizdə yarım illik falan qiymətləndiriləndə float çıxır da. Bu hamısını götürsün. Float input. Float input. İndi sadəcə yoxlayırıq. If A kiçikdir, bərabərdir 30'dan print neçə? Print 2. Elif A kiçikdir, bərabərdir 60'dan print 3. Sonra print 3. Sonra eyni qayda ilə biz 80'dən 4 götürürük. Else
Ümumiyyətlə kiçik bərabər, elif kiçik bərabər 100 də götürə bilərik ki, səhv qiymətləri qarşısına alsın. Ya da ki, sadəcə bizdə 100 ballıq sistemdə qiymətləndirmə artıq şərti özü qoyur. Şərti özü qoyduğuna görə bizdə 100 ballıq qiymətdən başqası daxil edilmir də. Ona görə sadəcə else də götürmək olar. Sonra bizdə 118-ci sual maraqlıdır. Deyir ki, bizdə boşluq simvolu yoxdur. Hamısı müəyyən simvollarda, boşluq olmayan simvollardır. Və bu simvolların, yəni sətrin bütün simvolların eyni olub olmadığını yoxlayan proqram lazımdır. Yazırıq. A bərabərdir input. Sonra nə edirik? Biz sadəcə birinci simvolu sayırıq, düzdürmü? Və onu götürürük ki, uzunluğuna bərabərdir sayı. Əgər bərabərdirsə, deməli hamısı eynidir. Bərabər deyilsə, eyni deyil. Yazırıq. If, biz count metodundan istifadə edəcəyik. Count sadəcə yazılış qaydasına diqqət etmək lazımdır. A 0 bərabərdirsə len aya, yəni ki, hamısı eyni olsa len aya bərabər olacaq. Əgər hamısı deyil bərabərdirsə eynidir, əks halda eyni deyil. Düzdürmü? Yazırıq onda print eynidir. Eyni. Kısa eyni yazdım. Orada eynidirdi. Else print eyni deyil. Biraz xəttim çirkindir. Bəzən də biraz çox çirkindir. Aydın oldu? Yəni sadəcə birinci elementi axtarırıq ki, birinci elementi sayırıq. Birinci elementin sayı uzunluğuna bərabərdirsə, deməli hamısı ondandır. Düzdürmü? Okey. Sonra nə deyir? 118 idi baxdığımız, düzdürmü? 3 rəqəmli palindrom olmayan ədədlərin rəqəmlərin yerini dəyişdiyi palindromu ədədə çevirmək mümkündürmü? Mümkündürmü? Klaviaturdan daxil edilmiş tam ədəd üçün bu halın mümkün olub olmadığını yoxlayın. Qəşəng sualdır. Palindrom soldan sağa, sağdan sola oxunuşu eyni olan ədədlər. Məsəl üçün, götürək 555 palindromdur. 515 palindromdur. Amma məsəl üçün 551 palindrom deyil. Aydındır mı? Hamısına aiddir. Amma sadəcə bizdə məsələnin şərtində 3 rəqəmli palindrom olmayan ədəd deyir. Düzdürmü? 3 rəqəmli palindrom olmayan ədəd. İndi biz bunu necə eləyəcək? Bunun daha asan yolu var. Yəni ki, rəqəmlərin yerini bir-bir dəyişdirib yoxlamaqdansa daha asan olan yolu var. Necə? Birinci, ikinci də ola bilər. Bizdə yerini dəyişdirməz şansı deyil. O zaman nə qayırıq? Sadəcə yoxlayırıq. 3 rəqəmli ədədin bütün rəqəmləri fərqlidirsə bir-birindən, palindrom əmələ gətirmir. Düzdürmü? Onda if bərabərdir, A fərqlidir B-dən, B də fərqlidir, onda palindrom deyil. Palindrom deyil. Gələk iki dənəsi. Mən ayrı-ayrı iki dənəsi bərabər edirəm. Ayrı nə tərk? Yəni, şeylər çıxartdır. Rəqəmləri? Ayrı-ayrı rəqəmləri çıxartdır. Eynidir də bizdə də. Yəni, iki dənəsi bərabərdirsə və yaxud da hər üçü bərabərdirsə, bir və biz nəyə oxşur artıq? Yuxarıda üç bucaqlarla bağlı sualı var idi, sonra 3 ədəd daxil edir. Onun kimi, sadəcə fərqi odur ki, bizdə bir ədəd daxil edirik, sonra həmin ədədin rəqəmlərini götürürük. Aydındır mı? Həmin ədədin rəqəmlərini götürürük. Deməli, bizdə bir olacaq. N bərabərdir int input. Sonra bayaq kimi eyni. Yazırıq ki, məsəl üçün A bərabərdir N mod 10.
B bərabərdir n div 10 mod 10. C də bərabərdir n div 100. Onu götürəcəm. Nəyi? O mötərizə olsalar, olmasalar. Çünki bölmənin timsalında izah eləmişdim də ki, ardıcılıqla gedir. Sən bölmə olanda ikinci bölməni həll edib sonra birinciyə keçsən, yox, ardıcılıqla gedir. Düzdür? Onun üçün burada da eyni bölmənin növləri də ardıcılıqdan gedir. Qısası indi biz yoxlayırıq bayaqki üç bucaqlarda kimi. If A bərabərdir B and A bərabərdir C-yə print bizdə nə olacaq? Mümkündür. Düzdürmü? Yəni palindromdur. Burada or qoyaq. Or A bərabərdir C-yə. Or B bərabərdir C-yə. Onun da mənası yox. Niyə? Yox. Var. Birinin mənası yox. Başdakının altındakı yoxlamanın mənası yox. Print var. Print palindromdur. Mümkündür olsun, yox. Məsələn, şərtini oxumamışam. Hə. Orada deyir ki, palindrom olmayan. Biz de orada birinci ilə axırıncını yoxlayırıq. Və mən də bunu götürdüm, orun altdan yazdım. Düzgün deyil. Print bir dəqiqə gözlə. Else mümkün deyil. Necə deyirsən də plan? C-ni yoxlamağın mənası varmış. Onsuz orada deyir ki, palindrom olmalıdır. Mən də birinci ilə üçüncünün bərabər olmalıyım. Onun sonuna bərabər olsa, bura girmə daxil olmaz. Deyir ki, yerini dəyişdirməkdən ola bilər. Məsəl üçün, bura bax, bizdə A, B, C ədədi götürülür, düzdürmü? Məsəl üçün, götürək 221. Palindrom deyil, düzdür? Palindrom deyil, amma biz orada A bərabər C-ni yoxlasaq, gərək o elə olur ki, 2 bərabər onsuz olur. Bizdə tək belə olmur da, məsəl üçün, 122 də ola bilər, düzdürmü? Olsun, yenə də. Onsuz onu yoxlamaq, palindrom ədədləri yoxlamaq. Başa düşdüm, sən deyirsən, bütün rəqəmləri eyni olan olmur da, A bərabərdir C olmur, düzdür? Onsuz A bərabər C-si palindrom. Məsələnin şərtində düzdür, haqlısan. Məsələnin şərtində qeyd olunur ki, palindrom olmayan ədəd daxil edilir. Hər ehtimala qarşı yazdıq. Amma sən dediyin də doğrudur. A bərabər C artıq bizdə artıqdır. Hər ehtimala qarşı yazılıbdır. Doğrudur, o da doğrudur. Sonra 120-ci tapşırığa baxaq. Deyir, tamamilə ad gününü qeyd edir. Əlində olan pula maksimum neçə ədəd çek sala bilər və nə qədər pulu qalar. Sadə misaldır bu. Hə, məsəl üçün olsun, bizdə qiymət və pul olaraq daxil edək də. P bərabərdir, intdən yox, floatdan daxil edək də. Çünki bizdə pul qəpikdən də ola bilər də, düzdürmü? Elə bir problem deyil. Çünki məsələdə pul manatla deyil, prinsipə belə deyək, tam ədəd kimi götürmək olar. Float da yazsaq elə bir şey dəyişmir. Float input. Çünki nəyə görə? Bizdə zaten bölmədən nə çıxır? Həmişə deyək ki, şeydə, nədir? Bölmədə bizdə float çıxacaq, düzdürmü? Input. Sonra da qiymət bərabərdir float input. İndi nə edirik? Bizdə nə qədər checks düşə bilər və nə qədər checks qalar. Necə? Birbaşa printdən yazacaq da. Print sığacaq. P div G. Print div G. Virgül qoyduq. Yazacaq checks alar. Virgül qoyduq. Nə yazırıq indi?
mod P mod G. Aşağı düşək. Burada vergül qoyaq. Aha. Pulu qalar. Yani o vergüller vergül olur. Necə? O vergüller vergül olur. Yox, boşda olurdu. Vergüldən biz bir printə bir neçə arqument verə bilirik. Və bu arqumentləri bir-birindən vergüllə ayırırıq və print çapa gedərkən o bizdə adi halda, standart halda vergüldən gedir, boşluqdan gedir. Aydındırmı? Sonra biz 121'də işləmişdik də, düzdür? Verilmiş nöqtələrin əmələ gətirdiyi koordinatlar, koordinatın əmələ gətirdiyi nöqtə hansı rübdə yerləşir? Biz Descartes koordinat sistemini bilirik də. Bizdə deməli x, y-dir. Burada x müsbətdir, sol tərəfdə mənfidir. Yuxarıda y müsbətdir, sağ tərəfdə mənfidir. Bu bizdə birinci rübdür, bu ikinci rübdür, bu üçüncü rübdür. Bu da bizdə dördüncü rübdür. Düzdürmü? Yəni ona görə yoxluyuruq. Bizdə deməli x bərabərdir int input, y bərabərdir int input verildi. Bu bizdə nədir? Koordinatlardır. Düzdürmü? İndi yoxluyuruq. If x böyükdür, şeydə verib sıfırdan fərqli ədədlər. Yəni ki, bizdə xətt üzərində yoxdur. If x böyükdür sıfırdan and y böyükdür sıfırdan print nə olacaq? Ay sağ ol. Print birinci rüb. Elif x böyükdür sıfırdan and y kiçikdir sıfırdan. Hansı rüb olacaq? Biz 2 ilə getmədik, biz elə götdük, olsun. Print 4 Elif niyə götürəcəyimiz? Elif x kiçikdir sıfırdan and y böyükdür sıfırdan. Aha. Print neçə? 2. Else də print 3 olur. Aydındır? Çətin deyil. Bunu biz algoritmdə də eləmişdik də səfərimizdə, düzdürmü? Algoritmdə də biz bunu həll eləmişdik. Sonra sadədir. Buna bax, yazırıq sadəcə email bərabərdir. Onu yazaq. Email at inbox.ru. Sonra da yazırıq. Password bərabərdir 321 ABC. Bunları yazdıq. Sonra da biz x, y daxil edək. Məsələn, x bərabərdir input, y bərabərdir input. Sadədir. Yazdırıq. If x bərabərdir email and y bərabərdir password. Qısa yazdım, sığmadı. Password. Əslində tam yazmaq lazımdır. Onda print nə? Olsun. Print plus qoyaq da. Else print ayrı şey, asıl səhv olduğunu göstərməyəcəyik. Onu yazmır. Zaten bizdə asıl səhv yazsaq ki, məsələn şərtində verilmir. Print nə? Minus. Və yaxud da yenidən cəhd edeyim falan. Indi belə deyək.
Məsələn, şərtdən asılı olaraq dəyişə bilər. Cimal hesabına cimal istifaz, birinci password hesabına password istifaz, ikisi de hesabına istifaz. Məsələn, yazılış formasını dəyişmir də, sadəcə ekrana çıxan qiymətlər. Sən ingilis dilini yaxşı bilirsən də ona görə, ha? Okey, yaxşı. Bizdə növbəti məsələ bir qədər maraqlıdır. Deməli, bizdə belə bir misal var, 123. Bizdə ədəd verilir və ədədin biz tam hissəsindən kəsr hissəsini tapmalıyıq. Yazaq, A bərabərdir, həqiqi ədəddir. Float input. Düzdürmü? İndi biz iki dənə dəyişən daxil edəcəyik. Biri bizdə ədədin tam hissəsini saxlayacaq. İkincisi də kəsr hissəsini saxlayacaq. Yaxşı. Bunu necə eləyə bilərik? Deməli, B bizdə olsun tam hissəsini saxlayan. Tam hissəsi isə bizdə nə olacaq? Int-dən olacaq da. Bərabərdir int. Aha. A çıxar. A mod 1. Aydındırmı? Bizdə bu həm mənfi ədədlərdə də işə yarayacaq, həm də ki, müsbət ədədlərdən də işimizə yarayacaq. Deməli, nə oldu bizdə? Int A çıxaq A mod 1. A mod 1 bizdə qalıq hissəsini verir, kəsr hissəsini verir. A-dan da onu çıxanda, tam ədədə çevirəndə bizdə nə olur? Ədədin tam hissəsi alınır. Yaxşı. Bəs ədədin kəsr hissəsini necə alarıq? Ədədin özündən necə? Başa düşdüm. Ədəddən ədədin tam hissəsi. Bildim. Yazırıq. C bərabərdir. İntdən yox artıq. Bizdə kəsr hissəsi nə tər intdən olsun? Olduğu kimi yazırıq. N deyəndə bizdə A-dır. A çıxaq. A div 1. Bu da bizə kəsr hissəsini verir. İndi biz nəyi yoxlayırıq? Birinci sıfır olma şərtini yoxlayırıq da. Tam ədəd veriləndə bizdə şərt o deyil ki, misal üçün olsun ki, necə? Gəl baxaq da, tutaq ki, 5,6-dır, düzdür? Burada verilən nümunə. 5,6-dır da, düzdürmü? A çıxaq, 5,6 çıxaq. 5,6-nı 1-ə böləndə divdən, div 1. Neçə edir? 5. Bizdə ikinci hissəsinin deməli, sıfır olma ehtimalı da var. Məsələn, tam ədəd olsa, daha doğrusu ədəd belə deyək də, tam ədədə bərabər olsa, ikinci hissəsi sıfırdır. Sıfırda bizə 0,0 yazmasın deyə yoxlayırıq. If C bərabərdirsə sıfıra, C bərabərdir int C. Sonra da heç nə, sadəcə print B və C. Aydındır? Yəni bizdə tutaq ki, burada verilmiş nümunədəki kimi 10 daxil etmişiksə, yəni tam ədədə bərabər bir ədəd daxil etmişiksə, sonradan 0,0 çıxartmasın deyə. Aydındırmı? Ona görə bu şəkildə yazdıq. Sonra N və B ədədləri daxil edilib. Kvadratları B-yə tam bölünən N-dən kiçik bütün natural ədədlərin sayını tapan proqram yazın. Aha. Burada əslində bu burada verilməsi deyildi. Çünki bizdə dövrdür. Burada dövr var. Yazım dövrü biz bugün baxacağıq ətraflı olaraq. Sadəcə burada dövrü yazın. For in range 1-dən n-ə yazarız. N plus 1. Alqoritmdə 1-dən n-ə götürüldük. Burada 1-dən n plus 1 olacaq. Baxaq, yazırıq. N bərabərdir int input. Düzdürmü? B bərabərdir int input. Bizə əlavə nə lazım olacaq? Sayğac. Bizə S lazım olacaq ki, S bizdə sayacaq bu ədədləri. S bərabərdir 0. Düzdürmü? İndi deyək 1-dən n-ə qədər. N-dən kiçik.
N-dən kiçik n yoxdur. For i in range birdən n-ə qədər olacaq. Çünki n-dən kiçik deyir də. Biz n-i götürməyəcəyik. Aydındır? Yazırıq. For i in range birdən n-ə qədər. Burada axırıncı ədəd bizdə nə olacaq? N çıxaq 1 olacaq. Aydındırmı? Yəni n-dən kiçikdir. Yazırıq. If i'nin kvadratı nə? Mod B bərabərdirsə sıfıra, yəni ədədin kvadratı B-yə tam bölünürsə, nə qarır? S plus bərabərdir 1. Bu S plus bərabərdir 1, bundan eynidir. Bax, S bərabərdir S plus 1. Biz bunu alqoritmdə baxmışdıq da, keçmişdik bu qaydanı, düzdürmü? Eyni şeydir, daha kısa yazılışdır. Aydındır? Və yekunda print S. Aydındırmı? Bunu dövrə baxacaq biz. Sadəcə indi verdim. Klaviaturadan n natural 125'e baxaq. Klaviaturadan n natural ədədi daxil edilir. Bu ədədin tək rəqəmlərin cəmini və sayını çap edən proqram yazın. Yaxşı. N natural ədədi daxil edilir. Bunu biz natural ədəd veribsə, zaten natural ədəd kimi, yəni intdən falan yazmaya ehtiyac yoxdur. Sadəcə yazırıq. N bərabərdir input. Düzdürmü? İndi yazırıq. Və yaxud da int input yazsaq, for i in str n yaza bilərdik. Belə də yaza bilirik. For yox. Hələ bizə sayı 0, bir də cəm bərabərdir 0. Say və cəm bərabərdir 0. For i in n götürürük. For i in n. Bu yazılışda i sırayla n'in bütün elementlərin hər bir elementinə bərabər olacaq. Aydınmı? Bizdə tək deyir də. If int i bizdə sətr tipidir də. Elementlər də, simvollar da sətr tipində olacaq. Onu intə çevirir. Mod 2 bərabərdirsə 1-ə, yəni tək ədəddirsə, say bərabərdir, say üstə gələk 1, cəm də bərabərdir, cəm üstə gələk nə? İnti. Böyle bir ucayız ki, bunun N'e qədər olan sənədlərdir. N bizdə burada sətri özündə saxlayan dəyişəndir, düzdür? N burada bütöv bir ədəddir. For i in n verəndə n sətr tipində olduğuna görə, məsəl üçün budur da, dax ki, n bərabərdir sətr tipində yazıraq. 3, 2, 1, 9, 4, düzdürmü? Burada Aysal, i növbə ilə 3-ü, 2-ni, 1-i, 9-u və 4-ü götürəcək. Mən n sıfır olana qədər olur deyəmişim. Ola bilər, o da ola bilər. O da başqa üsul, düzgün üsulda da. Ayşlə, print S və C. Aydındır mı? 126'ya baxaq. Aha. Klaviaturada daxil edilmiş natural ədədin hansısa ədədin tam kubu olub olmadığını yoxlayan proqramın nəyini yazın? Kodunu yazın. Bütün dərzdən köşəndə dərdin. Necə? Bütün dərzdən köşəndə tam dərdin. En şey verməyik. Kökü alırıq. Əgər o kökdən çıxan int o ədəddən İntinlə yoxlayırıq. Doğrudur. Yazaq. Məsələn, A bərabərdir int input. A bərabərdir. İndi yazaq. Tutaq ki olsun. B bərabərdir A-nın Aysal 1 bölünsün 3. Yəni A-nın üstü 3'də 1. İndi sadəcə yazırıq. If B bərabərdirsə int B-yə. B bərabərdirsə int B-yə.
Yəni ki, bizdə nə tərdir? Tutaq ki, B bizdə misal üçün də yazıram 3,9 çıxdısa, misal üçün deyirəm. Bundan int nə çıxacaq? 3 çıxacaq da. Bu da buna bərabər deyil. Düzdür? Yox, əgər məsəl üçün 8 çıxdısa, o da 8,0 çıxdısa, 8,0 çıxarsa, o da bizdə bərabər olacaq 8-ə. Doğrudur da o zaman, düzdürmü? Əgər B int B-yə bərabərdirsə, print print kubdur. Else print kub değil. Aydındır mı? %27 bizdə riyaziyyətə əsaslanır. Baxdıq bura. 127-ci məsələnin həlli üçün biz riyazi bir düsturdan istifadə edəcəyik. Bizdə nə tərdir? Biz kök altda, bax, əgər bizdə R bərabərdir kök altda, deməli, x2 çıxaq x1-in kvadratı, üstə gələk y2 çıxaq y1-in kvadratı. Bu şərt ödənirsə, bizdə çevrə üzərindədir deməkdir. Aydındır mı? Yəni bizdəki bax bu şərt dediyim kimi ödənirsə çevrə üzərindədir. Yaxşı. Gəlin onu yazaq. Nə tər yazırıq? Sadəcə belə. X1 bərabərdir int input. Y1 bərabərdir int input. R bərabərdir int input. X2 bərabərdir int input. Y2 bərabərdir int input. Düzdürmü? Gəl baxaq. Birinci gəlin həmin o dediyimi hesablayaq. H bərabərdir. Deməli yazırıq. X2, X1 dayaqda yazmışam hamısını. Bunlar qabağında yazılır. Belə yazılış mümkün deyil. Okey. H bərabərdir nə? Yazırıq mötərəzidə x2 çıxaq x1 kvadratı, düzdürmü? 2. Üstə gələk y2 çıxaq y1 qoyduq bunu. Kvadratı mötərəzə bağlandı. Nə olacaq? 0,5. 2-də 1 də yaza bilərsən mötərəzdə. Ya ki sadəcə 0,5 də yaza bilərsən. İndi yazırıq. Sadəcə if R bərabərdirsə H-a, onda print nə? Print üzərində 1. Else print üzərində deyil. Aydındır mı?